qansız qurban növlərinə də baxaq və onların xüsusiyyətlərinə görə uyğun adla incələyək bunları. Məsəl üçün, bədəl qurbanlarını və yaxud da əvəz qurbanı deyək. Öldürmə şəkilləri bilirsiniz və qorxu düşüncəsi ilə əlaqəli qurulan praktiklər bilirsiniz ki, çox şaxəlidir və müxtəlifdir. Daha öncə edilən heyvan və insan qurbanı zamanla yerini bədəl qurbanına buraxmışdır, əvəzləyiciyə buraxmışdır. Və bu adət insan və ya heyvan qurban yeyəcəyi, qurban pulu yaxud da simvolik qurban adətinə, tətbiqinə belə deyək keçirmişdir. Bədəl qurbanının davam edən formaları demək saç qurbanıdır. Saç insanın tamamındakı o həyatın mərkəzini təmsil edər və ümumiyyətlə saç haqqında bir video çəkmişdim, amma o müəyyən bir yerdə idi. Cəza olaraqdır, amma saç haqqında geniş video çəksəm, bunu çəkmək istəyərdim. Buradan da biz onu görəcəyik. Digərsə iffət qurbanıdır. Və bu iffət qurbanı içərisində cinsel orqanını kəsilməsi, hadım edilməsi, xədim edilməsi, yəni fani cinsəlliyi tərk etməyə və ya özünü tamamilə Tanrıya adamaq kimi qurban növlərinə daxildir. İbranice Qudesim və Qudosot Hindistanda məbəd qızları devadası, tanrının kölələri mənasına gəlməkdir. Bu qadınların demək evlilik öncəsi məbədə təqdim edilmələridir bunlarda və ana tanrıca Kibeleyə rahiblərin və sıradan insanların cinsel orqanlarının sunulması. Müxtəlif Amerika və Afrika, Avstraliya yerlərində də Asiya etnik qruplar arasında da görülən fövqəltəbii gücə qulaq, barmaq kimi orqanların sunulmasının son dərəcə zəngin etnoloji nümunələri vardır. Və hətta bizim bu YouTube-da türk gəzgin var, Fatih Koparan, o Asiya xalqları, qəbilələr arasında gəzərkən də orada göstərmişdir, qadın əri ölür və yaxud da yaxın olur, qardaşı ölür, barmaqlarını kəsirlər. O videolarına baxa bilərsiniz məsəl üçün. Və orada onun canlı nümunələrini görə bilərsiniz. Hətta necə bu adətin yaşadığı, hələ də yaşadığı, bu və bunun kimi digər adətlərində yaşadığı videoları orada göstərmişdir. Reklam oldu. Və hətta günümüzdə Yahudilik və İslamda tətbiq edilən sünnət ayinin kökləri də çox qədimə dayanan bir praktikanın bir davamı olduğunu da düşünür. Necə ki, ilk övlad uşaq qurbanı olubsa, artıq övlad yerinə də onun bir bədənin bir parçasını qurban edilmiş kimi göstərilə bilər.